Anime və manga sektoruna biraz belə həvəsi olanların bu əsəri eşitməmə ehtimalı yoxdur. Bu əsər Chainsaw Man-dir. Klassik shonen alternativi olmaqdan çıxıb öz tərzini ortaya qoyan Chainsaw Man mənim də çox sevdiyim bir əsər idi. Animesi ilk çıxdığında çox sevmişdim. Təcrübələrim qəribə olsa da. Düşünün, animeyi izləyirsiniz. Obrazlar oturub çay içir. Birdən obrazlara düşmənlər hücum edir. Bura qədər hər şey normaldır. Amma döyüş ərəfəsində elə şeylər olur ki, bilmirsən iyrənəsən, bilmirsən döyüş koreografiyasına heyran qalasan. Arada qoyur anime səni. Təbii ki, bu qədər sadə deyil hər şey. Animenin ilk sezonundan sonra da filmi çıxır ki, məncə gəlmiş keçmiş ən yaxşı anime filmlərindən biridir. Hekayəsi, döyüşləri, vermək istədiyim mesaj ağzım açıq izlədim həqiqətən. Buradan sonra da mangasından davam etdim. Mangada həqiqətən davamını maraq etdirən, zaten Tatsuki Fujimoto'nun əl qabiliyyətinə heyranam. Mangaka həqiqətən yaxşı iş çıxarıb. Amma finalı üçün eyni şeyi deyə bilməyəcəm. Gəlin əvvəl hekayədən biraz bəhs edək, sonra da final haqqındakı fikirlərimi də deyəcəm. Bu arada video spoiler var, izləməyən varsa xəbəri olsun. Hekayemiz Denji adında bir uşaqla başlayır. Bu uşağın atası ölüb və üzərində qalan mafya borcu oğluna keçib. Buna görə də mafya Denjini iblis ovlamaq üçün istifadə edir. Bu Denjimizin də bir sadiq iblisi var, Pochita. Bunlar Hin kimi bir yerdə yaşayır, yəni yaşayışlarının çox yaxşı olduğunu deyə bilmərik və iblis öldürürlər. Hətta Denji borcunu ödəmək üçün bir gözünü və demək istəməyəcəyim bir yerini belə satıb. Nəysə, mafya yenə bunlara iblis öldürmək üçün missiya verir. Denji və Pochita gedir və birdə nə görürük? Mafya Denjini bagaja qoyub. Mafyadakı qoyunlar şeytanla əlbir olublar. Burada niyə deyə bilərsiniz? İzah edim. İblislərlə insanlar arasında şərt kəsilə bilər. Şərtlər də daha çox uzun yaşamaq ilə bağlı olur. Bu iblis də mafyalara deyib ki, mən sizə ölümsüzlük bəxş edirəm, siz də mənə Pochitanı gətirin. Niyə Pochitanı? Bu sirri də hekayənin sonrasında açıqlayarıq. Nəysə, davam edək. Denji nə qədər buradan qaçmağa çalışsa da qaça bilmir və bizim bu mafya iblisləri Denjini öldürür. Amma Denjinin iblisi olan Pochita onunla birləşərək Chainsaw Man-ı ortaya çıxarırlar. Denji aldığı yeni güclərlə mafyanın içindən keçir və bu hadisələrdən sonra iblis ovlama qrupu hadisə yerinə gəlir. Bu qrupun başındakı Makima adındakı bu qızımız isə Denjiyə bilmədiyimiz bir səbəbdən ötürü yaxın olur. Denjini qoruyur, əzizləyir və yemək yedizdirir. Nəysə, buradan sonra Denji də bu qrupa qatılır. İblis öldürür. Burada da yeni obrazlarla tanış oluruq. Aki, Power və digərləri. Beləcə bunlar birlikdə iblis öldürür. Burada əsas məqam iblislərin Denjinin ürəyini istəməsidir. Denjinin ürəyi də Pochita'dır ki, burada da Pochita'nın əsas sirrini anlayırıq. Pochita'nın əsas formu bu deyil. Budur. Pochita ən güclü iblislərdən biridir. Çünki onun yediyi iblislər və ya hər hansı bir şey dünyadan tamamilə silinir. Pochita bu gücündən ötəri cəhənnəmdə bir çox iblislə döyüşür və sonunda ağır yaralanır və dünyaya qaçır. Denji isə ona kömək edir və ən güclü iblis olan Pochita Denjinin o saf, təmiz qəlbini görüb ona kömək edir. Amma bir çox iblis hələ də Pochitanı öldürmək istəyir. Anladınız hekayəni qısaca. Yəni biraz qarışıq olsa da. İndi isə gəlin bu bərbad final haqqında danışaq. Manganın sonları Chainsaw Man ilə Yoro arasındakı döyüşlə gedir bildiyimiz kimi. Ki bu döyüş məncə bir yerə qədər yaxşı gedir. Döyüşün sonlarına doğru isə görürük ki, dünya deyə bir yer qalmır. Hər yer dağılıb, insanlıq yox olub artıq. Tam bu hissədə Pochita ilə Denjini görürük. Həmin məqamda Pochita dünyanı yenidən normal hala gəlməsi üçün özünü yeyir və özünü dünyadan silir. Və hekayə bizi ən başa atır. Yenə Denji o Hin kimi yerdə yenə iblis öldürür. O başda gördüyümüz mafyaya xidmət edir. Nəysə, mafya bunu yenidən bagaja qoyur. Denji tam ölərkən bu səfər Power gəlib onu xilas edir. Hadisə yerinə Makima yox, belə biri gəlir. Bunlar yenə qrupa qatılıb davam edirlər. Əvvəlcə Pochita'nın niyə bu qədər güclü olduğunun açıqlamasını manganın ən başından bəri gözləyirdim. Açıqlanmadı. O qədər hadisə oldu. Denji o qədər əziyyət çəkdi. Müharibələr oldu. Finalda nə oldu? Hər şey unuduldu. Normala döndü. Onda biz bu hekayəni niyə izlədik? Əgər ən başından bəri hər şey silinəcəkdisə, mən niyə 200 part manga oxudum? Manganın sonlarına doğru hekayənin tez bazar bitirildiyi o qədər bəlli olur ki, əla başlanğıc, əla hekayə, pox kimi final. Həqiqətən son partı oxuduqdan sonra bir boş-boş 10 dəqiqə ekrana baxdım. Onsuz bu ilk deyil. Niyə bilmirəm, amma yaponlar bir əsərin finalını pox kimi yazmaqda ustadır. Mənim kimi bir çox insan da finalı bəyənməyib açığı. Yəni bu videoya baxanlardan bəyənən varsa həqiqətən yoruma yazsın. Ayağa qalxıb alqışlayacağam həmin şəxsi. Deyəcəklərim bu qədər. Sonraki videolarda gözləmədə qalın. Özünüzə yaxşı baxın, salamat qalın və bilirəm video biraz qarışıq oldu. Üzrlü sayın.